Salam dəyərli izləyicilər. Bu gün sizlərlə 5-ci siniflərin ən çox çətinlik çəkdiyi mövzulardan biri olan kuboidin səthinin sahəsi mövzusuna və ona aid olan çalışmalara baxacağam. Vaxt itirmədən birinci öyrənmə hissəsindən baxırıq. Kuboidin qarşı üzləri cüt-cüt konkurent düzbucaqlılardır. Bu düzbucaqların sahələrini toplamaqla kuboidin tam səthinin sahəsini tapmaq olar. Görürsünüz ki, bu açılışdır. Açılışda iki, yəni qarşı üzlər bir-biri ilə bərabərdir. Ona görə hərəsindən hər fiqurdan, üç fərqli fiqurdan 2 ədəddir. Yəni S tam nəyə bərabərdir? Əvvəl baxın bu hissə onun 4-ə, baxın bu hissə hesablanıb. Bundan 2 dənə deyə 40 üstəgəl 40. Sonra 10-15-in hasili 150 cm kvadrat 2 ədəddir. Bir də yaşıl hissəyə baxırıq. 15 vur 4, 60-ın 60-a. Yəni, bu konkurent üzvlərin hər cütündən birinin sahəsini 2-yə vurub alınan hasilləri toplamaqla kuboidin tam səthinin sahəsini tapmaq olar. Düsturumuz bu formada olacaq. Mütləq və mütləq əzbərləmək lazımdır. 2 vurulsun A vur B, 2 vur B vursa 2 vur A, C. Buradan 2-ni hər birində vurmanın paylama qanununa əsasən mötərizə xaricinə çıxarsaq, qalır A, B-nin hasilinin, B, C və A, C-nin, ümumiyyətlə bunların hasillərinin cəminin 2 olan hasiliyindən. 4-cü çalışmaya baxırıq. Kuboidin tam səthinin sahəsini, onun üzvlərinin sahələri cəmini tapmaqla və düstura əsasən hesablayın. Birinci görürsünüz ki, məsələn 4-ün 2-yədirsə 4 vur 2, bura 4-dürsə bura da 4-dür artıq. 4 vur 8, bu tərəfə gəliblər. 4 vur 2, arxa tərəf 4 vur 8, 8 vur 2. Yəni baxın bura 8-dirsə bura 2-dir. 8 vur 2, 8 vur 2 ya da bir dəfə S bərabərdir 2 vur 4 vur 2 üstəgəl 2 vur. Bunu da açılışını artıq bilirsiniz. 2-ni mötərizə xaricinə çıxarırıq. 4 vurulsun 2 üstəgəl 4 vur 8 üstəgəl 8 vur 2 kimi yaza bilirik şagirdlər. Keçirik bir-bir çalışmalara baxmağa. A variantına baxırıq. Deməli bizə açılış da verilib hazır. Buradan bura 2-dirsə, məlumdur ki, bu hissədə 2 olacaq, burada 2 olacaq, burada 2 olacaq. Bura 5-dirsə artıq burada 5 olacaq. Bura 8-dirsə burada 8 olacaq, burada 8 olacaq. Bu, yəni uzunluq hissələr 8 olacaq. Deməli, 4-cü sualın A variantı. O zaman necə yazırıq biz? S tam bərabərdir. Buradan yazıram. 5 vur 2 üstəgəl, sonra bu hissəyə gəlirəm. 8 vurulsun, bura 5-də axı. 8 vurulsun 5 üstəgəlsin. Aşağıya düşürəm. 8 vurulsun 2 üstəgəlsin. Baxın bu hissəyə gəlirəm. 2 vurulsun 5 üstəgəlsin. 8 vurulsun 5 üstəgəlsin. 8 vurulsun 2 bərabərdir. Buradan 2 ədəd olanlar hansıdır? Elə hamısından 2 ədəddir. 5 vur 2, deməli, yenə 5 vurulsun 2. O zaman 2 mötərizə xarici, yəni 2 dəfə olduğundan yazıram. 2 vurulsun, 5 vurulsun 2 üstəgəlsin. Sonra 8 vurulsun 5 və yenə 8 vurulsun 5. Eyni qayda ilə yazıram. 2 vurulsun, 8 vurulsun 5 üstəgəlsin. Ən sonunda qalan da 8 vur 2 və 8 vurulsun 2. Onda da yazırıq ki, 2 vurulsun, 8 vurulsun 2 bərabərdir. Bundan sonra asandır. Yəni bir dəfə 2-ni də mötərizə xaricinə çıxarıb belə yazmaq olar. 5 vurulsun 2 üstəgəlsin, 8 vurulsun 5 üstəgəlsin, 8 vurulsun 2 fərq etmir. Biz əvvəl bu hissəni baxırıq. Yəni belə də hesablaya bilərik, belə də. 5-i 2-yə vuranda 10, 2-yi 10-a vuranda 20. 20 üstəgəlsin. Növbət 8-i 5-ə vuranda 40, 2-yi 40-a vuranda 80 üstəgəlsin. 8-i 2-yə vuranda 16, 2-ni də 16-ya vuranda 32 bərabərdir. 132 metrin kvadratı. Bunu da mütləq yazmalıyıq. Növbəti B variantına baxırıq. Deməli, açılışlar verilib, bu qırmızılar görürük.
yazıram S tam bərabərdir. Artıq məlumdur ki, bura 9-dursa, bunların hər biri 9 olacaq. Bura 4-dürsə, burada 4 olacaq. Bura 6-dırsa, burada 6 olacaq və bu hissədə 4 olacaq. İndi əvvəl biz qırmızı hissələri, burada rozvi görünür də, çəhrayı deyək, o hissələrin rəngini tapmağa çalışaq. Deməli, 2 ədəddir. Yəni 9, 9-un 6-ya hasili 9 vurulsun 6, 9 vurulsun 6. Sonra yaşıl hissəyə baxıram. Yəni bu rənglənən hissəyə 6-nın deməli 4-ə hasili. Onu da yazıram. 6 vurulsun 4, 6 vurulsun 4 və ən sonda da nə qalıb? Mavi rəngdə olan 4-ün 9-a hasili 4 vurulsun 9, 4 vurulsun 9 toplayırıq. İndi görürük ki, məsələn bunlardan 2 dənədir elə. Onda yazırıq biz 2 vurulsun 9 vurulsun 6 üstə gəlinsin. Buradan 6'ın 4'ü yenə də 2 dənədir. 2 vurulsun 6 vurulsun 4 üstə gəlinsin. 4, 9 burada 2 dənə olduğundan yazırıq ki 4 vurulsun 9 o da bərabərdir. Şərhlər bir-bir hesablayanda 9 dəfə 6-nın 54, 2-ni 54'ə vuranda edir 108. Yəni bu hissə 108'dir. İkisi birlikdə. Sonra deməli 6 vurur 4. 6'nın 4'ə olan hasili 24, içini də 24'ə vuranda edir 48. Yazıram burada 48. Üstə gəlsin. Ən sonunda da bu balaca hissələr 4, 9'a. 4 dəfə 9'un 36. 36'nın 2'yə vuranda edir 72. O da bərabərdir. Deməli 108'in üstə 72 gələndə edir 180, 180 üstə 48 gələndə 228 santimetrin kvadratı. 5-ci sual. Kuboidin tam səthinin sahəsini tapın. Şərhlər 4-cü sualı daha ətraflı izah etməyə çalışdım. 5-ci sualda isə artıq düsturumuzu rahat şəkildə tətbiq edə bilirik. Yəni S tam bərabərdir 2 vurulsun A'nın B'yə hasili üstə gəl B'nin C'yə hasili üstə gəl C'nin A'ya hasili. O zaman bizim də tərəflərimiz deməli belə yazıram. A'mız tutaq ki 8, B'miz 3, o tərəfdə yəni C'miz də 3. Gətirib biz bunları bir-bir yerinə qoyacaq. S tam bərabərdir 2 vurulsun A'mız 8'dir, B'miz 3'dür. Üstə gəl. B'nin yerinə qoyuram 3'ü, C'nin yerinə də qoyuram 3'ü. 3 vur 3, üstə gəlsin. C'nin yerinə qoyuram 3'ü, A'nın yerinə də qoyuram 8'i. Bərabərdir. 2 vurulsun. 8 dəfə 3'ün 24, üstə gəlsin. 3 dəfə 3'ün 9, üstə gəlsin. 3 dəfə də 8'in 24. Bərabərdir. 2 vurulsun. 24'ün üstə 24, 48, 48'in üstə 9 gələndə edir 57. Bu mötərizəyə ehtiyac yoxdur əslində burada. 2 vurulsun 57 bərabərdir 114 metrlə verdiyindən metrin kvadratı. Növbəti sualımıza keçirik. B variantı. Eyni düstur. Artıq bilirik S tam bərabərdir 2 vurulsun. Yenə xatırlamaq üçün yazın. 2 vurulsun A, B üstə gəl B, C üstə gəlsin C, A. Deməli, tərəflərimiz neçədir? Tərəflərimiz A bərabərdir 10 cm, B bərabərdir 3 cm, C də bərabərdir 4 cm. Düsturu tətbiq edəndə S tam bərabərdir 2 vurulsun A, B, yəni 3 vur 10. Üstə gəlsin B, C, yəni 3 vur 4. Üstə gəlsin C vur A, yəni 4 vur 10. Bərabərdir
2 vurulsun 3 dəfə 10'un 30 üstə gəlsin. 3 dəfə 4'ün 12 üstə gəl. 4 dəfə də 10 edir 40 bərabərdir. 2 vurulsun 30'un üstə 40 gələndə 70 üstə də 2 gələndə edir deməli 30 40 82 2 vur 82 bərabərdir 164 santimetrin kvadratı. Növbəti sualımız C variantında. Deməli düsturumuzu artıq bilirik. Tərəfləri yazıram bura. A bərabərdir 3 cm, B bərabərdir 2 cm, C də bərabərdir 7 cm. S tam bərabərdir 2 vurulsun A, B, yəni 3 vurulsun 2 üstə gəlsin. B, C 2 vurulsun 7 üstə gəlsin. A, C yəni 3 vurulsun 7 bərabərdir. 2 vurulsun 3 dəfə 2'nin 6 üstə gəl. 2 dəfə 7'nin 14 üstə gəl. 3 dəfə 7'nin 21 bərabərdir. 2 vurulsun 6'ın üstə 14 gələndə 20, 20'nin üstə 21 gələndə edir 42. O da edir 2 vurur 42, 84 santimetrin kvadratı. D variantına baxaq. Deməli, tərəflərimiz A bərabərdir 9 mm, B bərabərdir 8, C də bərabərdir 5. Onda S tam bərabərdir 2 vurulsun A, B, yəni 9 vurulsun 8 üstə gəlsin. A, daha doğrusu B, C 8 vurulsun 5 üstə gəlsin. C, A 5 vur 9 bərabərdir. 2 vurulsun 9 dəfə 8'in 72 üstə gəl 8 5 40 üstə gəl 5 ilə 9 da 45 o da bərabərdir. Deməli 72'nin üstə 40 gələndə 112, 112'nin üstə də 45 gələndə 157. O da bərabərdir 314 millimetrin kvadratı. Növbəti 6-cı sual. Fiqurların tam səthinin sahəsini böyükdən kiçiyə olmaqla sıralayın. 4 dənə fiqur var. Hamısını bir-bir eyni qayda ilə hesablayırıq. Sonra isə sıralayırıq. Deməli 6-cı, 1-ci kub. Bura yazıram 1-ci. Kuboid da doğrusu. Əslində kubdur. Onda S nəyə bərabərdir? S bərabərdir 6 vurulsun A-nın kvadratı düsturuna əsasən 6 vurulsun. Bizim A-mız 4'dür də 4'ün kvadratı bərabərdir 6 vurulsun 16 bərabərdir 84 metrin. Vahidlərə də diqqət edirik. Metr də elə bəxtimizdən metrin kvadratı. İkinci. Deməli S bərabərdir 2 vurulsun A, B üstə gəl, B, C üstə gəlsin, A, C. Bu düsturu hər dəfə yazmağa çalışacağım ki, yaddaşımızda artıq yer alsın. 2 vurulsun A, B, yəni 9'un bir dəfə 2'yə vururuq 18, 9'u bir dəfə 3'ə vururuq 27, 2'ni də 3'ə vuranda 6 bərabərdir. 2 vurulsun 18 ilə 6, 24, 24'ün üstə də 27 gələndə 51, yəni 102 metrin kvadratı etdi. Sonra 4-cü, 3-cü də o da kuboiddir. Yəni S bərabərdir 6 vurulsun A-nın kvadratı, 6 vurulsun A-nın yerində 5 dayandığından 5'in kvadratı bərabərdir 6 vurulsun 25 bərabərdir 150 metrin kvadratı. Və sonuncuya baxırıq. O da kuboiddir. 4-cü. S bərabərdir. Deməli 2 vurulsun, artıq bilirik. 7'nin bir dəfə 3 hasili 21 üstə gəlsin. 3'ün 5 hasili 15 üstə gəlsin. 7'nin 5 hasili 35. O da bərabərdir 2 vurulsun. 15 ilə 35 edir 50. 50'nin üstə də 21 gələndə 71 bərabərdir. 2'ni də 71'ə vuranda 142 metrin kvadratı. İndi baxırıq 84 birinci, ikinci 102, üçüncü 150, dördüncüdə 142 və bunu böyükdən kiçiyə deyirsə, ən böyüyümüz 150 idi, üçüncü idi, yəni 150 metrin kvadratı. Sonra 142 dördüncü gəlir, 142 metrin kvadratı.
Sonra ikinci gəlir 100, 2 və 84. Siz yanında metrin kvadratı yazarsınız. Yəni belə götürəndə 150 üçüncü idi, üçüncü fiqur. Sonra dördüncü fiqur, sonra 102 aldığımız ikinci fiqur və birinci fiqur. Bu formada da fiqurlar nömrəsi ilə qeyd edə bilərsiniz. 7-ci vahid kublardan düzəldilmiş fiqurun görünüşlərinə əsasən tam səthin sahəsini tapın. Bu üstdən baxanda belə görünür, altdan baxanda, yəni üstlə alt eynidir, yanlar. Bir gəlib məsələn buradan durursan, elə bil ki bir binadır, gəlib buradan şəklini çəkirsən, bir də buradan eyni görünəcək. Bu tərəfdən çəkəndə də bu formada düşəcək. İndi baxın necə hesablanır? Üstdən 3, altdan 3, yandan 4, yandan 4, 2, 2. Burada görürsünüz ki bir dəfə 3, 2 dənə 3, 4, 4, 2, 2. Bura 12, yəni üstlər 1 hesablayıblar, yanları 1. Sonra üstlərlə yanlarını da cəmi edib 18 vahid kvadrat. Sonra baxırıq 7-cidə A variantına. Baxın, üstdən və altdan 5, 5 görünür elə. Onda biz yazırıq 5 vahid kvadrat, yenə 5 vahid kvadrat. Sonra gəlib yandan baxanda, yəni bu tərəfdən və bu tərəfdən baxanda 3, 3 yazırıq bura 3 vahid kvadrat. Üstə gəlsin, yanlar ümumi götürülür də. Burada 3 vahid kvadrat, üstə gəlsin 2. Baxın bu qabaqdan buradan çəkəndə, 2 görünür. 2 vahid kvadrat, üstə gəl 2 vahid kvadrat bərabərdir. Bərabər edəcək 3-ün 2, 10. Yəni yanlardan 10'dur. İndi ümumi nə bizdən ümumi soruşur da, ümumi kvadrat. O da bərabərdir ümumi kvadratların sayı. 5 üstə gəlsin, 5 üstə gəlsin 10 bərabərdir 20 vahid kvadrat. Şəkillər B variantında baxın özümüz də necə rahat başa düşə bilərik. Bir dənə proqram açın. B variantındakını köçürmüşəm bura. Baxın üstdən necə görünür? 3 vahid elə. İndi bir də altdan baxaq. Altdan baxsaq, baxın yenə 3 vahid kvadrat. Yandan baxanda 4 vahid, o bir tərəfdə yandan baxanda 4 vahid. Sonra belə baxırıq. Görürük 2 vahid kvadrat görünür. Bir də bu tərəfdən baxanda yenə 2 vahid kvadrat görünür. Bu yəni bizdən bunu başa düşməyi tələb edir bu formada izah. Qaydaq misalımıza. Deməli B variantı. Üstdən 3, altdan 3. Yəni 3 vahid kvadrat, 3 vahid kvadrat. Sonra yanlardan 4, 4, 2. Yəni 4 üstə gəlsin, 4 üstə gəlsin, 2 üstə gəlsin, 2 bərabərdir 12 vahid kvadrat. Ümumi nə qədərdir? 3, 3 altdan üstdən və yandan hər birinin cəmi tapılır. 3 üstə gəlsin, 3 üstə gəlsin 12 bərabərdir 18 vahid kvadrat. Şəkillər cüzi hesab səhvləri ola bilər. Yorum bölməsində də qeyd edə bilərsiniz. Mənim üçün sıxıntı deyil. 8-ci suala baxırıq. Bu arada buraya qədər izləmişsinizsə kanala abunə olaraq dəstək verə bilərsiniz. Baxın, bu fiqurun tam səthinin sahəsini istəyir bizdən. A variantını yenə proqram vasitəsilə gəlin izah edək. Deməli, buradan bunu silsək və bu kubu gətirək, qoyaq. Deməli, bu kubu biz qoyuruq bunun qabağına. Yuxarıdan baxanda 3 dənə, aşağıdan baxanda 3 dənə, yandan baxanda 2, yandan baxanda yenə 2,
2 və 2. Qaydırıq çalışmamıza. Deməli, A variantı yuxarıdan və aşağıdan 3 vahid kvadrat, 3 vahid kvadrat. Yanlardan gördük ki 2, 2 və 2 idi, oldu 8. S tam nəyə bərabərdir? Ümumi yəni 3 degəl 8 bərabərdir 14. B variantına artıq beynimizdə canlandırmağı bacarmalıyıq. Yuxarıdan baxanda 3, aşağıdan baxanda 3. Əla. Bu tərəfdən baxanda, baxın buradan gəlib baxanda görəcəyik 3 yandan. Deməli o bir tərəfdən də 3-dür. Qabaqdan gəlib baxanda 1, 2, 3, 4, 4 dənə görünəcək. Yəni o bir tərəfdən yandan baxanda yenə 4 dənə. Məsələn, düşünün buradan gəlib bir nəfər bu binanın şəklini çəkirə bilər. 4-ü düşəcək də, yəni bu arxada durubsa. O da 3, 4, 7, 14. Tam nə qədər olacaq? S tam da bərabərdir bunların cəmi. 3 degəl 3 üstə gəlsin 14 bərabərdir 20 vahid kvadrat. C variantına baxaq. Deməli, üstdən baxanda 4 vahid kvadrat. Onda altdan da baxanda artıq bilirik ki 4 olacaq. Vahid kvadrat. Buradan baxanda, yandan baxanda 3 olacaq. O bir tərəfdə yandan baxanda da 3 olacaq. 3 degəl 3. Qabaqdan gəlib baxanda 4 olacaq. Üstə gəl 4. Bərabərdir 14. Onda S tam nəyə bərabərdir? S tam da bərabərdir 4 üstə gəl 4 üstə gəl 14 bərabərdir 22. D variantına baxırıq. Üstdən və altdan 3 vahid kvadrat olacaq. Yandan, buradan gəlib baxırıq 4 dənə görünəcək də. İstəyirsiniz proqram vasitəsilə yenə bunu ətraflı izah edək. Baxın, hara çəkdik. Qoyuruq bura. Birini də gətirib qoyuruq bura. Birini də gətirib qoyuruq. Baxın bura. Yaxşı olmadı. Haradasa belə bir şey alınmamalıdır əslində. Yuxarıdan götürək bunu. Qoyaq bura. Əla. Şərclər görürük ki, bunun ölçülərini dəyişmişəm. Ölçülərlə salaq aşağı. Əla. Görürük ki, bu bizim kitabımızda olanla eyni oldu. Tamamilə eynisi. Deməli şərclər. Üstdən baxanda bir də kitabdakına baxın, əskik olmasın. D variantı idi, elə deyilmə. Deməli, üstdən baxanda 3, altdan baxanda yenə 3. Baxın, arxadan baxıram. Görürsünüz, yandan, arxa tərəfdən 4, qabağa gəlirəm. Yenə 1, 2, 3, 4. Bu tərəfdən baxırıq. 1, 2, 3, 4. Bir də gəlirəm, bu yandan baxıram. 1, 2, 3, 4. Bu qədər sadə. İndi bunu yazırıq dəftərimizə 4 üstə gəl 4 üstə gəl 4 üstə gəl 4 bərabərdir 16. S tam nəyə bərabər olur? S tam da bərabərdir 3 üstə gəl 3 üstə gəl 16 bərabərdir 22. Y variantına baxırıq. Üstdən və altdan artıq 4 vahid olduğunu görə bilirik. 4 vahid kvadrat, 4 vahid kvadrat. Yanlardan, buraya yan yazıram ümumi. Görürük ki 4 görəcək. Buradan da, buradan da, buradan da, buradan da 4. Yəni 4 vur 4, 16.
S tam nəyə bərabərdir? S tam bərabərdir 4 üstəgəlsin 4 üstəgəlsin 16 bərabərdir 24. 9-cu suala baxırıq. Kuboidlərdən düzəldilmiş fiqurun səthinin sahəsini tapın. Baxın şəkillər. Burada görürük ki, 2 dənə bizim fiqurumuz var. Bir kub, bir də kuboid. Aha. Biz artıq bilirik də bunların sahəsini necə hesablamaq lazımdır. Kubda 6 vurulsun A-nın kvadratı, kuboiddə də 2 vurulsun bir-bir tərəflərin hasilinin cəmləri. Əla. Biz baxın buradan nəyə diqqət eləyəcəyik? Burada kəsişən hissə var, diqqət eləyiriksə. Baxın buradan mən xətti çəkirəm. Burada görürük ki, bu kəsişən hissə var. Bunun 3 buradırsa, deməli 3 3. Bu 3 bir dəfə kubdan gedir. Bir dəfə də bu kuboidin üstə də düşür də kuboiddən. Baxın 3-ün kvadratı tapıblar. Buradan da gördük ki, kəsişən hissələri bu fərqli rəngdə veriblər. 3 3 9 18. 54 ilə sonra 46-nı toplayıblar. Yəni bu fiqurla bu fiqurun cəmini toplayıblar və bu kəsişən hissələr var idi 18. Onu çıxıblar oradan. Misalımızda daha aydın görəcəyik inşallah. A variantına baxırıq. 9-cu sual A variantı. Əvvəl biz bu kiçikdən başlayaq. S kvadrat, bu kiçik kvadratdır. Bərabərdir. Əslində S kub kvadrat yox, S kub. Kiçik kub. Kvadratın tam səthinin sahəsi olduğundan elə S tam ən yaxşısıdır. S tam bərabərdir. 6 vurulsun 2-nin kvadratı bərabərdir. 6 vurulsun 4 bərabərdir 24. Bu hissəyə baxırıq böyüyə. S yenə tam bərabərdir. 6 vurulsun 4-ün kvadratı bərabərdir 84. Aha, indi kəsişən hissəni götürsək, baxın bu hissədə bir kəsişmə var. Bir ki, bura 2-nin 2-yə düşəcək. Yəni bu buradan da aparır. Böyük kubdan da, kiçik kubdan da. Onu da yazırıq ki, 2-nin kvadratı üstəgəl 2-nin kvadratı bərabərdir 8. Əla. Bu fiqurun tam səthinin sahəsi nəyə bərabərdir? 24 üstəgəlsin 84 çıxılsın 8. O da 100 verəcək 100 metrin kvadratı. B variantına baxaq. Deməli, əvvəl kubun tam səthinin sahəsini tapaq. S tam bərabərdir 6 vurulsun 1-in kvadratı, yəni 6. Sonra isə böyüyə baxırıq, yəni kuboid. S tam bərabərdir 2, 4, 3, yəni 2 vurulsun. 2-nin 3-ə hasili, 3-ün 4-ə hasili, 4-ün də 2-yə hasili. Arasında bir dənə olur da, 2 dənə olur əslində. Yəni 2, 3, 3, 4, 4, 2. Yəni 2 vurulsun yazırıq. 2 dəfə 3-ün 6, 3 dəfə 4-ün 12, 4 dəfə 2-nin 8 bərabərdir. 2 vurulsun 26. Bura 26 eləyəcək artıq. 2-nin 26 vuranda 52. Əla. Bu kəsişən hissələr görürük ki, kubdan, balacıdan götürürük də 1-in kvadratı. Kuboiddən də eyni hissə gedəcək. 1-in kvadratı bərabərdir 2. Aha, ümumi fiqurun səthinin sahəsi nə qədər olacaq? 6, 52. 6 üstəgəlsin 52. Çıxılsın 2 bərabərdir 56. C variantına baxırıq. Deməli, 2 dənə kuboiddir. Baxın, burada diqqətli olmalıyıq biz. Baxın, bu hissə. Görürsünüz. Bura 1-dirsə, deməli, bura da 1-dir. Bura 3-dürsə, bura da 3-dür. 2 hündürlük daha. Ona görə 1-in 3-ündən hesablayacaq. 2-yə dəyməyəcək. Bunu necə başa düşmək olar? Gəlin proqramımıza bayaqçı müraciət etdiyimiz proqrama üz tutaq. 2 dənə kuboid götürək. Buranı silək. Buranı silək. Əla. Qaldı 2 dənə kub. Bunların da kuboid formasına gətirək.
Ay Allah, nə boyda oldu bu? Görürük. Və bunu da böyütsək. Baxın şərhlər, bunu tam edə bilmədim. Sizə nəyi göstərmək istəyirəm? Bu hesablanan, yuxarıdan biz baxanda bu hündürlük düşmür. Bax, bu hündürlük. Baxın indi. Elə bunu da məsələn kuboida çevirdi yayla. Kəsişən hissə hansı hissədir? Bunu yuxarıdan belə baxsaq görürük ki, kəsişən isə görürük bu hissədir. Baxın, bu yuxarı düşən. Onda bizə bu kuboidin eni ilə uzunu lazımdır da. Yəni eninin biz uzununa hasilini tapırıq ki, ikisinin kəsişdiyi yer düşün. Amma görürük bu hündürlük bizə burada lazım deyil. Eyni qayda ilə qaydaq öz fiqurumuza. Deməli, birinci böyüyünü balacanı tapırıq. S tam bərabərdir. 2 vurulsun 3-ün 1-ə, 1-in 2-yə, 2-nin 3'e hasıl bərabərdir. 2 vurulsun 3 1 3 üstəgəl 2 üstəgəl 6 bərabərdir. 2 vurulsun 11 bərabərdir 22. Biz balacanı tapdıq. İndi böyüyə baxırıq. S tam bərabərdir. 4 6 4. Yəni 2 vurulsun 4 vur 4 üstəgəl 4 vur 6 4'ün 6'ya 6'nın 4'ə. Hə, yenə 6'nın 4 olacaq. 4 4 6 4. Sadəcə səhv etmək istəmirəm. Ona görə diqqətlə yanaşırıq. 4'ün 4'ə. Aha, 6'nın 4'ə. Bərabərdir. 2 vurulsun 4 4 16 üstəgəl 4 6 24 üstəgəl 24 bərabərdir. 2 vurulsun 16 ilə 24 50 50 ilə 24. Daha doğrusu 16 ilə 24 40. 40 ilə də 24'ün cəmi 64 edəcək. Bərabərdir 2 vur 64 128. Əla. İndi biz yuxarıda göründüyü kimi nələr tapacaq? 1'in 3'ə. Yəni 1 vurulsun 3. Bu səthin balaca kuboidin kəsişən hissənin orada sahəsidir. Eynisi ilə 1 vurulsun 3. O da etdi 6. Əla. İndi biz nə edirik? 22'nin üstə 128 gəlirik və ən sonda da 6'nı buradan çıxırıq. 28 üstə gəlsin 22 çıxılsın 6 bərabərdir. 128'dən 6 çıxanda 122, 122'dən də 22'nin cəmi 144 metrin kvadratı. 10-cu suala baxırıq, məsələlərdə artıq. Deməli, şəkildəki kuboid formalı akvarium yalnız yan üzləri şüşədən hazırlanıb. Baxın, yan üzləri. Alt hissə hazırlamayıb da, alt hissəsində artıq qum var, üst hissəsi də təbii ki açıq olur. Sadəcə yan, 4 dənə də yan var. 1, 2, 3, 4. Onun ön üzünün sahəsi, baxın buranın sahəsi, bu böyük ön üzünün sahəsi özü göstərib 2000 santimetrin kvadrat santimetrdir. Bu akvariumu hazırlamaq üçün neçə kvadrat santimetr şüşə lazımdır? Deməli, uşaqlar, bura 50 santimetrdir. Onda burada 50 santimetrdir. Bura 30'dursa, burada 30'dur. Bəs bura nə qədərdir? Biz artıq bilirik ki, diqqət eləsək, buranın sahəsi, biz düzbucaqlının sahəsini hesablamağı bilirik də, S bərabərdir, A vurulsun B. Bura 50'dir, buranın X yazıram. Yəni, X-i vuranda 50'yə 2000 eləməlidir də. Onda X-imiz də nəyə bərabərdir? Böləndə edir 40. Bura 40'dır, hündürlük 40'dır. Bu akvariumu hazırlamaq üçün neçə kvadrat santimetr şüşə lazımdır? Baxın, 2 dənə ön, bu ön. 2000, 2000. Artıq məlumdur ki, bura 2000-dirsə, arxada 2000-dir. Yazıram, 2000, üstəgəl, 2000, üstəgəl. Bura 30 buradır, 40 da buradır.
Sahəsi nə qədər olacaq? Deməli, buranın da sahəsi olacaq 40-ın 30-a hasili 1200 santimetrin kvadratı. Onda 1200 santimetr bura. Burada eyni qayda ilə 30-un 40 olduğundan 1200 santimetrin kvadratı bərabərdir. 2000, 2000, 4000, 1300, 1300, 2400, 4000'in də 2400, 6400 santimetrin kvadratı edəcək. 11-ci suala baxırıq. Taxta sexində hazırlanan qutunun eni 20 santimetr, uzunluğu 40 santimetr, hündürlüyü 30 santimetrdir. Bu qutunun bütün səthini naxışlı kağızla bəzədilir. 20.000 santimetr kvadrat bəzəkli kağızla ən çox neçə belə qutunu bəzəmək olar? Bunun nə edirik? S tamını tapırıq. Tam səthinin sahəsini tapmalıyıq. Yazıram. S tam bərabərdir 2 vurulsun 20'nin 30'a hasili üstəcəl 30'un 40'a hasili üstəcəl 20'nin 40'a hasili bərabərdir. 2 vurulsun 20 ilə 30 600 eləyəcək hasili, 30 ilə 40.200 edəcək, 20 ilə də 4800 edəcək. Bu da bərabərdir. 2 vurulsun. Buranın cəmi 2600'dür. O da 5200. Əlimizdə olan kağızda deməli 20.000 santimetrin kvadratıdır. Biz onda 20.000 santimetrin kvadratını bölürük. 5200'ə bölünsün 5200 bərabərdir. Sıfırlar ixtisar gedir. 2 0 2 0 qalır 200 bölünsün 52. Siz ağızlı bölmə yazmazsınız. Mən özüm belə yazdım ki, sıfırlamaq rahat olsun. Deməli 156 bu da eləyəcək 44 440'da da 8 dəfə hardasa. Uşaqlar, bu qalıqlar önemli deyil də. Çünki bu qalıqlar tam çatmayacaq. Tam olan hissə 3'dür. Yəni 3 dənə ən çoxu belə qutunu bəzəmək lazım olar. Yəni belə düşünün, 2 kvadrat santimetr olan bir əlinizdə 2 kvadrat santimetr olan bir sahə var. Tam səthli sahəsi olsun. Bir kuboid var. 11 santimetrdə santimetrin kvadratı da bəzəkli kağız. 11'i 2'yə böləcəksiniz. Edəcək 5 qalıq 1. O 1 ilə yenidən tam formada örtə bilməyəcəksiniz. Yəni biz orada 5'i götürürük. Burada 20.000'i 52'yə böləndə 3 qalıq mən hesablamadım. Kalkulyatorla və yaxud da dəftər üzərində özünüz hesablaya bilərsiniz. Əsas olaraq 1, 2, 3 tam belə qutunu bəzəmək olar. 12-ci suala baxırıq. Düzbucaqlı paralelpipeddən tili 10 cm olan kub kəsilib ayrılıb. Aha. Deməli, bura 10'dursa, burada 10'dur, burada 10'dur, burada 10'dur, kubdur. Yəni, onda burada 10 olacaq, burada 10 olacaq. Alınan fiqurun səthinin sahəsi nə qədərdir? Alınan fiqur, deməli, 10 cm olan kub kəsilib ayrılıb, alınan fiqur artıq bu fiqurdur da, bu böyük fiqur olacaq. Baxın, bu böyük fiqur. Onda biz bunu ümumi hesablayırıq şarjlar bir dəfə. Ümumi nə qədər idi? Bura 20 idi, bura 30 idi, burada 10'dur. Yazıram, S tam ümumi fiqur bərabərdir. 2 vurulsun 10 vurulsun 20 üstəcəl 20 vurulsun 30 üstəcəlsin 30 vurulsun 10 bərabərdir. 2 vurulsun 10'u 20'ye vuranda 200 üstəcəl 20'ni 30'a vuranda 600 üstəcəl 30'u da 10'a vuranda 300 bərabərdir. 2 vurulsun 200 ilə 600 800 800'ün də 300 1100. O da edəcək 2200 santimetrin kvadratı. Ayrılan hissə nə qədərdir? 10'dan hesablayanda, yəni S kub, S tam buradan da bu kiçik hissəni hesablayırıq. 6 vurulsun 10'un kvadratı. 6 vurulsun 10'un kvadratı düsturunu xatırlayırıq. O da bərabərdir 6 vurulsun 100 bərabərdir 600
santimetrin kvadratı. Ümumi nə qədər imiş? 2200. Ayrılan hissə nə qədər oldu? 600. Onda biz bu yeni alınan fiqur, baxın bunu necə tapa bilərik? Ümumidən kubu çıxırıq da. 2200-dən çıxırıq 600-ü bərabərdir 1600 santimetrin kvadratı. Bu birinci tələb idi. İkinciyə baxırıq. 100 santimetr sahəni rəngləmək üçün 20 milli boya lazımdır. Alınan fiqurun səthini rəngləmək üçün 2 litr boya çatarmı? Baxın, vahidlərinə diqqət edirik. Biri millimetrdir, biri litrdir. Biz bilirik ki, buradan yazaq bunda. 1 litr bərabərdir 1000 millilitr. Onda 2 litr də bərabər olacaq 2000 millilitr. Yəni 2000 millilitr çatarmı? 100 santimetr sahəni rəngləmək üçün 20 milli boya lazımdır. Deməli, 100 santimetrə 20 milli gedirsə, şərhlər 1 santimetrə nə qədər gedəcək? X-də. Yəni 100-ə 20 gedirsə, 1-ə nə qədər gedə bilər? Biz onda 100-ü bölürük. Yəni 100x bərabər 1 dəqiqə. 100x bərabərdir. Tənaşıb qursaq 20. X də bərabər. Daha doğrusu biz 20-ni bölürük 100-ə. Yəni belə başa düşək. 1 santimetrin kvadratına biraz böyük rəqəm göstərirəm ki, başa düşək. 1 santimetrin kvadratına, daha doğrusu 10 santimetrin kvadratına 50 milli gedirsə 1 santimetrə nə qədər gedəcək? Biz 50-ni ona böləcəyik elə. İndi 20-də 100-ə bölürük. 20-də 100-ə böləndə edir, deməli, sıfırlar ixtisar edir. 2-ni 10-a böləndə 0,2 milli gedir. 0,2 milli. Alınan fiqurun səthini rəngləmək üçün 2 litr, yəni 2000 litr boya çatarmı? İndi biz bildik ki, 1 santimetrin kvadratına 0,2 milli gedir. 1600 santimetrəndə nə qədər gedəcək? Onda biz 1600 santimetrin kvadratını, yəni 1 santimetrə biliriksə 1600 gətirib rahat formada 0,2 milliyə vururuq. O da bərabərdir. Deməli, 1600-ü 2-yə vuranda 3200 eləyəcək. Amma 0 tam olduğuna 320 edəcək. Yəni 320 milli. Və şərhlər. Bizə deyir ki, 2 litr boya çatarmı? 1600-ə 320 milli gedir. 320 milli gedir. 2 litrdə 2000 millidir. Təbii ki, bizə 2000 milli çatar, hətta artıq da qalar. Artığını da hesablamaq üçün 2000-dən 320 çıxırsınız, 1680 alırsınız. Belə şagirdlər, sualınız olsa rəy bölməsində yaza bilərsiniz və yaxud da video izaha təkrar baxa bilərsiniz. Bura qədər baxdıqsa kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.